Ali İmran suresinin 92. ayəsində Allah Teala buyurur ki: "Len tenalul birra hatta tunfiqu mimma tuhibbun." O bir məqamına, yəni o yaxşılıq məqamına o vaxt çatarsınız ki, sevdiyiniz şeylərdən insanlara paylayasınız. "Və ma tunfiqu min şeyin fe innallaha bihi alim." Nəyi payladınız, bilin ki, Allah onu bilir. Allah xəbərdardır. Elə bilməyin ki, Allahın gözündən yayınır. Yəni bu əslində məsələn yenə fədakarlığın bir nümunəsindən Allah Teala danışır. Sevdiyiniz, məsələn köhnəlmiş şeydir, sənin gözündən düşüb, istifadəyə yararsızdır, onu verirsən. Onu vermək də yaxşıdır. Vermək lazımdır da, atmaq lazım deyil. Ehtiyaclı olanlara vermək lazımdır. Məsələn köhnəlmiş paltardır. Ya məsələn almışam, mənim xoşuma gəlmədi falan. Bunu kiməsə verirəm. Bu öz yerində. Allah Teala bunu tənqid eləmir. Yəni demir belə etməyin. Amma o məqam ki var, Allahın bəyəndiyi o yaxşılıq məqamına yetişmək üçün ən sevdiyin şeydən paylamalısan. Həzrəti Zəhra sallallahu əleyhanın toy gecəsidir, gəlin köçən gecədir. Gəlin köçür, gəlinlik libasını geyinib, qapı döyüldü ki, mənim paltarım yoxdur, paltara ehtiyacım var. Həzrəti Zəhra gördü ki, ən sevdiyim paltar hal-hazırda geyindiyim gəlinlik libasıdır. Onu çıxardır, köhnə libasını geyinir və deyir ki, bu təzə paltarı gedin verin fəqirə. Gedib verirlər. Həzrəti Peyğəmbər bunu eşidəndə gözləri dolur. Deyir, qızım, nə üçün belə etdin? Dedi, ya Rasulallah, Allah buyurmur ki, yaxşılıq məqamına o vaxt yetişərsiniz ki, sevdiyiniz şeylərdən paylayasınız. Mən də baxdım, gördüm ki, ən sevdiyim libas budur. Ona görə onu verdim və bunu səndən öyrənmişəm, ya Rasulallah. Sən də belə edirsən. Onda Peyğəmbər afərin dedi. Yəni o məqamda qız gəlin köçəndə hansı hisslərə malikdir, indi o qadınlarımız, qızlarımız daha yaxşı bilir ki, həmən məqamda gəlinlik paltarını hədiyyə vermək, paylamaq fəqirə, kasıba o nə deməkdir? Və özün köhnə libasını geyinib köçəsin ərivinə. Həzrət Zəhra belə idi. Peyğəmbərlər belə olublar, imamlar belə olublar. Və bu yaxşılıq məqamının ən bariz nümunəsidir.